İzləyicilər, hər birinizi xoş gördük. Bugün sizinlə 6-cı bölmənin ümumiləşdirici təkrarını izah eləyəcəyik. Vaxt itirmədən nə edirik? Vaxt itirmədən abunə oluruq, abunə olun. Abunə olun və açıqlamada yerləşdirdiyimiz WhatsApp kanalına üzv olun. WhatsApp kanalına üzv olun. Vaxt yetirmədən gəlin mətni birlikdə oxuyaq. Mətndən sonra da bizim tapşırıqlarımız var. O tapşırıqları yerinə yetirək. Deməli, 72 günə dünya səyahəti. 19-cu əsrin sonlarında İngiltərə qəzetlərinin birində qadınlarla kişilərin müqayisəsinə həsr olunmuş məqalə çıxır. Müəllif sübut etməyə çalışırdı ki, qadınların ictimai həyatda heç bir rolu yoxdur. Onlar yalnız ev işləri ilə məşğul ola bilərlər. Bu məqaləni oxuyan 16 yaşlı Elizabeth Jane qəzetin redaktoruna sərt məktub yazır. Redaktor qızın cəsarətli məktubundan o qədər təsirlənir ki, ona iş təklif edir. Beləliklə, gənc qız Nelly Bly təxəllüsü ilə məqalələr yazmağa başlayır. Jurnalistika sayəsində Nelly'nin öz dəstxətti var. Dəstxət, yəni bir xətlə, bir mövzuda, bir üsulla yazmaq deməkdir. O, nəinki yazmaq geyimə də bu aiddir. O, dəqiq informasiya hazırlamaq üçün özünü təhlükəyə atmaqdan çəkinmirdi. Belə ki, haqqında yazılmaq istədiyi hadisənin iştirakçısına çevrilirdi. Məsələn, bir xəstəxana haqqında məqalə yazmaq üçün Nelly özünü xəstəliyə vurub bir neçə gün həmin xəstəxanada qalmışdı. Beləcə, orada xəstələrin pis şəraitini üzə çıxaran kəskin yazı ilə qəzetə çıxış etmişdi. Nelly Bly'ın hər yazısı cəmiyyətdə sensasiya doğururdu. Hamı onu Lady Sensasiya adlandırırdı. Jules Verne'in 80 gün dünya ətrafında əsərindən ilham alan Nelly 1889-cu ilin oktyabrın 14-də dünya səyahətinə çıxdı. Məqsədi dünya rekordunu yeniləmək və qadınların bacarığına dair stereotip düşüncələri dəyişmək. Stereotip uşaqlar eyni deməkdir. Yəni, müəyyən stereotipləri qırmaq, yəni eynilikdən uzaqlaşmaq. Dəyişməkdir. Nelly Bly məqsədinə çatdı. Səyahət 70 gün 6 saata başa vurdu. Hətta səyahəti dövründə Jules Verne ilə görüşüb müsahibə almağa da vaxt tapmışdı. Bu hadisə haqqında Jules Verne Nelly'nin əməkdaşlıq etdiyi qəzetin redaktoruna telegram göndərmişdi. Nelly Bly'ın uğruna şübhəm yox idi. Nelly Bly'ın uğruna şübhəm yox idi. O əzmkarlığını göstərdi. Afərin. Nelly bu səyahəti haqqında 72 günə dünya səyahəti adlı kitabda yazmışdı. Gəlin birlikdə neynirik? Bunun tapşırıqlarını işləyirik. Bu dəfə qara qələmlə yazdım, nəsə xoşuma gəlmədi. Sizə görə qələmi narıncı qələm eləyəcəm. Deməli, sensasiya qeyri-adi, gözlənilməz böyük hadisə deməkdir. Deməli, cavabımız 1-ə B. Stereotip dediyimiz kimi eyni şuurlarda kök salmış təsəvvürlər, davranış qaydaları. Yəni, eynilik, insanların yeniliyi qəbul etməməyi. Təxəllüs yazıcı və jurnalistin müəllif imzası kimi istifadə etdiyi uydurma ad. Nelly Bly da bu uydurma adlardan biri idi. Mətndə haqqında danışılan jurnalistin əsl adı nə idi? Əsl adı Elizabeth Jane idi. Bu onun təxəllüsü idi, ona sonradan verilən ad idi. Jules Verne də jurnalist deyildi. Mətndə əsasən cümlələri tamamlayın. Nelly qəzetin redaktoruna sərt məktub yazdı, çünki onun fikirləri ilə razılaşmırdı. Və yaxud uşaqlar. Burada görürsünüz nəyə görə yazır. O qədər təsirlənir ki, baxın, sərt məktub yazır. Çünki onun qadınlar haqqında edilən fikirlərə razılaşmır. Qəzet Nelly iş təklif edir. Çünki onun məktubunu bəyənmişdi. Bundan əlavə mənim xəttimi başa düşməyəndə mənim səsimi dinləyin, orada mən səsdə geniş ətraflı məlumat verirəm. Hamı Nelly'nin Lady Sensasiya adlandırırdı. Çünki onun xəbərləri, baxın, çünki onun yazıları cəmiyyətdə sensasiya doğururdu. Çünki yazıları cəmiyyətdə sensasiya doğururdu. Növbəti, Nelly'nin dünya səyahətinə çıxmaqda məqsədi nə idi? Baxın, yenə deyirəm, burada sizə məlumat verir onsuz nəyə görə çıxdı. 80 gün dünya tərəfindən əsərindən ilham alan Nelly bu rekordu yeniləmək, qadınların bacarığına dair düşünü dəyişmək idi. Yəni, o nəyisə sübut etmək istəyirdi. Sübut etmək olduğuna görə cavabımız olacaq C variantı. Sifətləri cümlələrdə uyğun dərəcələrdə işlədib yazın. Duru olur, dupduru.
dup, duru, su, göz qamaşdırırdı. Göz qamaşdırırdı. Dırırdı. Növbəti göy çoxaltma dərəcəsində gömgöy. Gömgöy necə olur? Bunu buradan yazıram. Gömgöy. Gömgöy nədir? Hansı cümlədə işlədə bilərik? Məsələn, səma, göm, göy, görünürdü. Görünürdü. Növbəti, acı azaltma dərəcəsində. Azaltma dərəcəsində necə ola bilər? Acı. Acı. Az acı, yoxsa acı, az acı. Az da ola bilər. Sonra şəkilçilərlə baxaq. Şəkilçilərlə acı təhər. Təhər deyən yaxşı təhərdir. Təhər. Acı təhər. Bibər. Acı təhər idi. Növbəti, yarımçıq azaltma dərəcəsi ala yarımçıq. Ala yarımçıq. Deməli, o işlərini və yaxud ala yarımçıq qoydu desək, bu olacaq zərf. Əslində bunu silə bilərik buradan. Deyə bilərik ki, nə deyə bilərik? Deyə bilərik ki, ala yarımçıq işlər, iş görmək yaxşı deyil. Deyil. Növbəti, cümlədəki sayıların növünü və onların yazılışında buraxılmış səhvləri müəyyən edin. Masanın ətrafında 12 dənə ustul, 12 dənə olanda 12 ayrı yazılır. 2. 2-də 1 sayını 2-də 1. Onda belə olmayacaq. 2-də 1 sayını etmək olmaz. Birincisi belə olar. 2, 1 yerləri dəyişiklik olmalıdır. 10-cu siniflərdə, 9-cu siniflərdə rum rəqəmində cüzdan istifadə olunmur. Oxumaq istəyim onlarla da rəqəmlə yazılmır. Elə onlarla yazılmalıdır. Növbəti tapşırığımız feilləri zamana və şəxsə görə dəyişib cümlədə işlədin. Çatmaq indiki zamanda çatır. Deməli, bura ır qoyacaq. Birinci şəxsin cəmi ıq. Nədir? Biz lahıca çatırıq. Bu arada Laçın vloquna baxa bilərsiniz. Bunu da həmin vaxtı Laçın vloquna, Lahıc vloquna baxa bilərsiniz. Həmin vaxtı bunu da İsmail'ə da izah eləmişəm. Kanala abunə olmayı və videoları bəyənməyi unutmayın. Deməli, istəmək sözü keçmiş zamanda mən d şəkilçisini götürürəm. Sən götürdün in şəxsinə eləyirik. Deməli, və yaxud istədin. Deməli, sən çox şey istədin. Çox şey istədin. Növbəti, qorumaq gələcək zamanda acaq götürək. Acaq şəkilçisi. Üçüncü şəxsin cəmi qoruyacaqlar. Onlar vətəni qoruyacaqlar. Yacaqlar. Növbəti, ayrılmayacaqsınız feili haqqında fikirlər inkar formasındadır, bəli. İnkardır, doğrudur. Birinci şəxsin cəmindədir, xeyr. İkinci şəxs cəmdir. Növbət, gələcək zamanda işlənmişdir, bəli, acaq şəkilçisi var. Tərkibində bitişdirici samit ayrılmayacaqsınız, y da burada bitişdirici samiti bu da var. Cavabımız B variantı. Növbəti, dünən dənizdə fırtına qopmuşdu. Yer zərfi. Deməli, dənizdə yerlik halda olan isimdə olmaz. Bu sözləri ucadan, bu tərzə hərəkət zərfidir, bu da olmaz. Oğuz velosipedi üzü aşağı. Bəli, bu yer zərfidir, bu ola bilər. O, Ceyhunla təkbətək. Bu, tərz hərəkət zərfidir. Leylanın təklifini məmnuniyyətlə qəbul etdim. Bu da tərz hərəkət zərfidir. Deməli, cavabımız C variantı. Deməli, burada isə qısa balaca bir cədvəl çəkirəm. Buraya yazıram tərz hərəkət zərfləri. Buraya yazıram zaman zərfləri. Buraya yazıram yer zərfləri. Buraya yazıram kəmiyyət zərfləri. Deməli, çox qısa oldu. Günorta zaman zərfidir. Bunu balacalaşdırım ki, yerləşsin.
Günorta. Sonra hərdən, o bizə hərdən gəlir. Hərdən zaman. Hərdən. Sonra gec. Bu da zaman. Gec. Səhərə yaxın. Nə oldu? Hamısı zaman oldu ki. Səhərə yaxın da burada zaman. Tez-tez tərz hərəkət. Tez. Ora yer. Daxilən tərz hərəkət. Axşam zaman. Üzü yuxarı yer. Cəmiyyət də 1-ə 5. 1-ə 5. Bununla da ümumiləşdirici təkrar bölməsinə aid tapşırıqlarımız bitdi. Növbəti videolarda görüşərik.